Size salam dostlar, bayramınız mübarək. Bu günlərin biz iki atışdırmalıq yoxlayacağıq. Bir dənə soğanlı popcorn və Pandora yazılı şokolad. Nəzər tutun şunu. Neysə. Biz başlayaq və deyəcəyik hansı daha yaxşıdır. Yəni hansın daha çox dəyər almağa. Yəni birinci biz popcornla başlayaq. isi qərbəli. İsi düşdü yerə. Deməli dostlar biraz netopanimanya oldu. Deməli yoxlayırıq. Bu belə soğanlı belə görsənir. İçində neysə yoxlayaq da. Bismillah. Dadlı da. Deməli Yenə bir dənə tərslik yaşandı. belə şeydir. Soğanlı. Bəli. Belə bilirsən nə dadı gəlir? Roltonda, hə. Rolton. Qəşəngdir. Qəşəngdir. Amma soğanın iyisi gəlmir elə. Amma ən qəşəngi pendirlisidir. Neysə, Neysə, neçə verərsən? yaxşıdır amma biraz qəribə olduğu üçün onun üzərindən 9. Mən 10 üzərindən 8 bilək. Deməli, İndi Pandora şokolad. Belə deyəm, görünüşünə baxaq. Belə albeni kimidir. Bəli. Açaq. Bir dəfə mən açım. Onu sən açdın, mən açdım. Neysə, deməli bunu açdım. İkiyə bölünüb olmuşdu. Birini sən götür, bir parçasını birini al. İçi qərbədir. İçi bisküvitli kimi. Albeni yok şurada. Böyle bir şeydi, albeni. Ya bilmirəm, popcornla yemişəm şeysə tuzlu de. Böyle tuzlu daha iyi gəlir. Hə. Nəsə yeyək də. Bismillah. Tuzlu olmağına baxma. Ama dadlı Pisi da. də. Ya. Mən xoşuma gəlmir. Gəlmədi. Bilirsiniz nə tərdir? Şokoladdır üstündə. Altında da bisküvitdir. Mən 10 üzərindən 7 verirəm. Bunun üzərindən Mən bunu tərif eləyə bilməm. Yəni, bu belə bundan daha gözəl. Hə. Neysə. Sən neçə verdin buna? 9, Buna 8. 9. Bunlara 7. 17, 13'dən 13 və 17. Bu 13 qazandı. Bu 13. Pandora 13. Popcorn 17. 17. Yəni bu günlərimiz popcorn bizim daha çox xoşumuza gəldi. Hələ arkasında növlər də var. Hə, bəli, bəli. Və 4 dənə növü var. Ver onu. Türkçə vurdasan. Acı biber çeşnili, sarı peynir çeşnili. Bu olsaydı Pendir buna hər vardı. çox gözəl pendir. Klasik kaya tuzu. Bu klasikdir. Süt mısırı aromalı. Bunu da heç deneməmişəm. Əsla. Bir dənə pendirlisin bilirəm. Bir də bunu deyirəm bugün. Yəni bu günlərin popcornumuz, soğanlı popcorn qazandı. Hemen Sağollaşaq da. Kanalımıza abunə olmağı unutmayın. Like atmağı da unutmayın. Sağ olun.